Esselamu alel Hüseyin ve ala Ali ibn Hüseyin ve ala evladil Hüseyin ve ala ashabil Hüseyin. Salamlayıram sizi dəyərli izləyicilər. Tavsiyə günündə, yəni Məhərrəm ayının 9-cu günündə və bu münasibətlə sizə bir daha başsağlığı verirəm, təsliyyət ərz edirəm. Biz ötən dəfə sırf azadə şəxsin nişanələri barəsində danışacağımıza vədə vermişdik və İmam Hüseyin ağanın əshabının, yəni onunla bərabər şəhid olan şəxslərin xüsusiyyətlərindən danışmışdıq. Və ən son xüsusiyyət bundan ibarət idi ki, onların ən üstün cəhəti bu idi ki, onlar azadə idilər. Bəs yaxşı, biz nə etməliyik ki, onlarda hansı xüsusiyyətlər var idi ki, azadə necə olur? Bu sualların cavabını bugün sizin üçün inşallah təqdim edəcəm. Azadə şəxsin bir neçə nişanələri var hədislərə əsasən. Ən birinci nişanəsi budur ki, utanc qəbul etməz. Yəni xarlıq gətirən, zillət gətirən işləri qəbul etməz. Utanc verici işləri etməz. İkinci xüsusiyyət budur ki, yəni azadə şəxsin nişanələrindən həya və iffətli olar. Necə ki, İmam Hüseyin ağanın ətrafında olan o şəxslər ki, onunla bərabər Kərbəlada iştirak etdilər və şəhadətə yetişdilər, onlar həyalı və iffətli şəxslər idi. Həya və iffət dedikdə bu sadəcə geyimlə əlaqəli deyil. Eyni zamanda insanın qarnında, insanın gözündə, qulağında, dilində həya və iffət olur belə şəxslərdə. Və üçüncü nöqtə, hilə yoxdur azad şəxsdə. Yəni azadə olan şəxsdə heç zaman hiləgərlik, kiməsə belə deyək ki, hilə işlətmək olmaz. Bunun tarixdə bariz nümunəsi İmam Hüseyin ağanın səfiri Müslim ibn Əqil idi. Müslim ibn Əqil tarixdə elə bir mərd şəxsiyyət idi ki, hətta ona yəni Küfədə təklif edirlər ki, sən yəni gizlən, arxadan şərait olacaq ki, Ubeydullahı vurasan. İbn Ziyadı vurasan. İbn Ziyad xəstə ziyarətinə gəlir və orada Müslim ibn Əqil üçün şərait yaranır ki, bu anda onu, yəni düşmən olduğu ki bəlli idi, düşməni arxadan qılınc zərbəsi ilə vursun. Lakin hər nə qədər gözləyirlər, şərait yaradırlarsa, görürlərsə o bu işi icra etmir. Və Müslim ibn Əqil sonradan deyir ki, mən Əli əleyhissalamın məktəbində tərbiyələnib böyümüşəm. Və mən İslamdayam, heç zaman mən bu işi görə bilmərəm. Hətta düşmən belə olsa, mən onu hilə ilə arxadan vura bilmərəm. Bu kimi kəlmələri işlədir və Müslim ibn Əqil sözsüz ki, həmin azadələrin sırasında idi ki, sona qədər düşmənə beyət etmədi, boyun əymədi və öz işini ən düzgün şəkildə icra edərək şəhadətlə dünyadan köçdü. Və dördüncü xüsusiyyəti azadə şəxslərin haram mal yeməzlər. Yəni, yedikləri mala diqqət yetirərlər ki, haram mal olmasın. Haram mal yemək dedikdə qazanc, xörək, hər cəhətdən haram mal nəzərdə tutulur. Və beşinci xüsusiyyət, xalqı, insanları qorxutmaz və hədə-qorxu gəlməzdilər. Yəni, bu şəxslərin dilindən və əlindən insanlar amanda olar. Necə ki, hədislərdə də gəlib ki, həqiqi müsəlman o şəxsdir ki, insanlar onun dilindən və rəftarından, yəni əməlindən amanda olarlar. Yəni, əmniyyətdə hiss edərlər ona nisbətdə. Bilirlər ki, bundan bizə heç zaman zərər gəlməz. Bu qorxu və hədə-qorxu gəlmək sadə bir hədə-qorxudan da gedir. Bəzi insanlar var ki, yəni özlərini unudarlar, Allahlarını unudarlar bu dünyada və bir balaca insanlarda zəif nöqtə görən kimi tez ona hədə-qorxu gələrlər, onu incitməyə çalışarlar. Bu, azadə olmayan şəxslərin nişanəsidir. Yəni, dildə müsəlman olub, batində müsəlman olmayan şəxslərin nişanəsidir ki, qarşı tərəfə hədə-qorxu gələrlər, insanların qəlbinə qorxu salmağa çalışarlar. Bəs deməli, biz azadə olmaq istəyiriksə, bu xislətdən uzaq olmalıyıq. Və ən sonuncu xüsusiyyət budur ki, azadə şəxslərin nişanələrindən ki, İmam Hüseynin dostlarında bunlar var idi və biz də əgər istəyirsə İmam zamanın ən yaxınları olaq və köməkçilərindən olaq, gərək özümüzdə bu xüsusiyyətləri formalaşdıraq.
haram şəhvətə qələbə çalarlar. Yəni haram şəhvətdən uzaq olarlar. Şəhvət dedikdə həmişə insanların ağlına ancaq cinsi nöqteyi nəzərdən şəhvani hisslər gəlir. Amma şəhvət insanın qarnına da aiddir, dilinə də aiddir, danışıq tərzinə də aiddir. Yəni hər cəhətdən insan öz hisslərinə qələbə çalmalıdır. Və haram şəhvət cinsi cəhətdən də onların həyatında olmaz. Bəs gözlərini, qulaqlarını, qarınlarını və cinsi cəhətdən öz şəhvətlərini qoruyarlar. Bunlar azadə şəxslərin nişanələri idi ki, mən söz vermişdim ki, sizə təqdim edəcəm. Amma azadə şəxsin misdaqı, biz Kərbəlaya baxdığımız zaman əsas nümunələrindən biri məhz bu gündən bağlı olan şəxsdir. Ümumilikdə müsəlmanlar, xüsusilə şiyələr, məhz Həzrət Əbülfəzl Əbbas ağanı sırf əlaqələndirirlər Məhərrəm ayının 9-cu günü ilə. Niyə görə? Hansısa günləri, Məhərrəmin hansısa günlərini müəyyən bir şəxslərə ixtisas verirlər. Bu günü də, 9-cu günü də, Tasua gününü məhz adət belədir ki, insanlar Əbəlfəz ağanın şəxsiyyəti ilə əlaqələndirirlər. Həmin gündə onun adına daha çox məclislər təşkil olunur, ondan mərsiyələr oxunur və onun tarixdəki, yəni Kərbəladakı göstərdiyi qəhrəmanlıqdan, igidlikdən, vəfadarlıqdan danışırlar. Həqiqətən də Həzrət Əbülfəzl Əbbas İmam Əli əleyhissalamın 5-ci övladı olmağına baxmayaraq, o həqiqi şiyənin əsl nümunəsi idi tarixdə. Yəni onun bugün tanınması, tarixdə tanınması sırf İmam Əli əleyhissalamın övladı olması ilə bağlı deyil idi. Onun öz imamına sadiq olması və düzgün bir şey olması ilə bağlı idi. Öz məsuliyyətini və vəzifəsini imamına nisbətdə ən düzgün şəkildə icra etməsi ilə bağlı idi. Həzrət Əbülfəzl Əbbasın anası Həzrət Ümmülbənin idi və şücaətli, igid bir xanım idi, çox vəfalı idi Əhl-i Beytə və Əhl-i Beyt xidmətçilərindən hesab olunurdu. Onun 4 övladı, 4 oğlu da Kərbəlada iştirak etmişlər, Aşurada iştirak etmişlər və 4-ü də şəhadətə yetmişdi ki, bu 4 övladdan birincisi Həzrət Əbülfəzl Əbbas idi. Və Əbəlfəz ağanın uşaqlıqdan böyük bir sədaqəti və məhəbbəti var idi İmam Hüseynə. İmam Hüseyn əleyhissalama nisbətdə təkcə qardaşlıq münasibəti deyil idi münasibəti. O imamı kimi böyük bir ehtiramı və sədaqəti var idi imama nisbətdə. Bunları tarixdə biz çox eşitmişik, çox oxumuşuq, mütaliə etmişik. Hətta belə ki, kiçik bir uşaq olanda ona bir üzüm salxımı belə versəydilər, o uzaq olmağına baxmayaraq qaçaraq özünü tez evə yetirib, birinci onu İmam Hüseyn ağaya təqdim edirdi ki, o meyil etsin, daha sonra özünə icazə verirdi ki, həmin o ona ehsan olunan üzüm salxımından qırıb yesin. Və bundan əlavə tarixdə bu kimi bir çox nöqtələr var. Kiçik yaşlarından o belə tərbiyə almışdı. Həzrət Ümmülbənin onu belə tərbiyələndirmişdi ki, o hətta İmam Hüseyn ağaya qardaş deyə icazə vermirdi özünə müraciət etsin. Və onun ziyarətnaməsinə baxanda da, ziyarətnaməsi imamların dilindəndir. Bir neçə ziyarətnamə var ki, orada Əbəlfəz ağa haqqında qeyd olunur və biri də onun öz ziyarətnaməsidir ki, birincisi həmin ziyarətnamədə ilk olaraq Allahın salamı, mələklərin salamı, bütün peyğəmbərlərin, övliyaların salamı ona çatdırılır. Yaxşıların salamı ona çatdırılır. Cəm şəkildə bütün, yəni yer üzünün ən yaxşı, ən üstün şəxslərinin salamını ona çatdırılır. Və daha sonra onun ziyarətnaməsində bir neçə nöqtə var ki, ziyarətnamənin tərcüməsinə müraciət etsək, görəcək ki, belə bir cümlə gəlir onun haqqında. Həqiqətən sən təslim idin və imamı təsdiq etmişdin və vəfa eləmişdin və xeyirxah idin. Bu 4 dənə xüsusiyyəti onun haqqında qeyd edirlər. Zaman qısa olduğundan mən qısaca çatdırıram ki, Həzrət Əbülfəzl Əbbas barəsində bu nöqtələr ki, qeyd olunur onun ziyarətnaməsində, təslim dedikdə hər adam
təslim hesab olunmur. Baxmayaraq ki, biz müsəlmanlıq, iman gətirmişik və namaz qılırıq, oruç tuturuq və dinin əhkamlarına əməl edirik, amma yenə də baxırıq ki, bəzi nöqtələrdə təslim sayılmırıq. Əgər araşdırsaq diqqətlə, müqayisə etsək özümüzü, yəni İmam Hüseynin dostları ilə, görəcəyik ki, biz həqiqi təslim deyilik. Baxın, Kərbəla hadisəsində yalnız İmam Hüseyn ağa hər şeyə qərar verirdi. Yəni orada nə əshabı qərar verirdi, nə Əbəlfəz ağa, nə xanım Zeynəb. Baxırıq ki, tarixdə İmam Hüseyn ağa qərar verirdi. Onun ətrafındakı insanlar, əshabı ona təslim olurdular, təsdiq edirdilər. Bu böyük bir nöqtədir. Mühüm bir nöqtədir. Baxmayaraq ki, biz müsəlmanıq, amma çox yerdə bir də görürsən ki, biz təslim deyilik. Məsələn, bir çox insanlar müsəlmandırlar, amma namaz məsələsində təslim deyirlər. Bəziləri namaz qılır, amma oruc məsələsində təslim deyil. Bəziləri həm oruc tutur, həm namaz qılır, amma hicab məsələsində təslim deyil. Yəni, hələ də hicabda təslim olmayıb da Allahın qanunlarına və qaydalarına, imamın buyruqlarına, Peyğəmbərin buyurduqlarına. Bəziləri musiqi məsələsində, haram məclis məsələsində təslim deyil. Baxırsan ki, hardasa zəiflik göstərir. Təslim dedikdə tarixdə məhz Əbəlfəz ağanı biz nümunə kimi gətirə bilərik. Məsələn, Aşuranın ən çətin anlarında döyüş meydanına əshab getdiyi zaman İmam Hüseyn əleyhissalam Əbəlfəz ağanı əmr edir, göndərir getsin Fəraddan su gətirməyə. O heç bir sual etmədən sadəcə təslim olur. İmamın sözünə əməl edərək yola düşür ki, getsin. Kiçik uşaqlar üçün, hansı ki o uşaqlar susuzluqdan qıvranırdılar. Tarixdə qeyd olunur ki, hətta bəzi orada körpələr var idi ki, onlar öz paltarlarını, körpə idilər, 3 yaşlı, 4 yaşlı körpə idilər, paltarlarını qaldırıb öz qarınlarını, bədənlərini yapışdırırdılar isti qumlara ki, bəlkə o qumun içindən ona sərinlik gəlsin. Bu hətta ətəşləri var idi, susuzluqları var idi və həqiqətən də bu çətin səhnələridir. Hətta o uşaqların bəziləri həlak olurlar, şəhadətə yetişirlər susuzluqdan və istidən. Bu səhnələr ağır səhnələrdir ki, biz bunu sadə şəkildə dilə gətiririk bəlkə də, amma çox ağır səhnələrdir. Biz dünyaya baxsaq, bugün bir çox, Əli Əsxərlər, bir çox rüqəyyələr görürük ki, yenə də şəhadətə yetişirlər. Fələstin kimi, Livan kimi ölkələrdə və İran kimi ölkələrdə görürük ki, müsəlmanların balaları yenə həmin o anları yaşayırlar və biz də bunu uzaqdan izləyirik. Çox çətin anlardır. Və İmam Hüseyn ağa hər nə deyirdisə, Əbəlfəz ağa onu təsdiqləyirdi. Onun vəfası, onun əsl xüsusiyyətlərindən biri idi ki, ziyarətnaməsində də gəlib ki, həqiqətən sən vəfa elədin. Bilirik ki, tarixdə belə bir fakt var ki, Ubeydullah tərəfindən Şimrin vasitəsilə əmannamə gəlir. Əmannamə gəlir Əbəlfəz ağaya, ona və qardaşlarına. Əmannamə gələndə tarixdə qeyd olunur ki, o bir gecə özünə gələ bilmir. Sadəcə düşünür ki, düşmən məndə nə gördü ki, nə nöqsanım var idi ki, düşmən mənə əmannamə göndərdi. 2 dəfə əmannamə göndərilir. Və bu əmannamədə ona qeyd olunur ki, sən oranı tərk elə, sən amandasan, bizim işimiz Hüseynlədir, sən amandasan, onun yanında qalma, biz səndən işimiz yoxdur. Onu dəvət edirlər ki, oranı tərk eləsin. Bu onu çox incidir, o narahat olur, hətta cavab belə vermir. Orada tarixdə qeyd olunur ki, İmam Hüseyn ağa ona deyir ki, hətta fasik şəxs belə olsa, sənə namə göndərsə, amannamə göndərsə, mütləq ona mənfi belə olsa cavab ver. İmamın buyruğu ilə o cavab verir və lənət oxuyur bu amannaməyə. Qeyd edir ki, lənət olsun sizə və lənət olsun sizin amannaməvizə ki, siz düşünürsünüz ki, mən yer üzünün ən üstün şəxsini, imamı tənha qoyub özümü əmniyyətə çəkərəm, uzaqlaşaram bundan. Və burada qeyd olunan əsas nöqtə budur ki, bizim üçün də bu böyük bir dərsdir.
Orada onun narahatçılığı sadəcə bu olur ki, düşmən məndə hansı xisləti gördü, nə nöqsan gördü ki, cürət etdi mənə amannamə göndərsin. Biz də bundan bir böyük dərs almalıyıq ki, bugün əgər düşmən bizi sevirsə, bizə qayğı göstərirsə, məhəbbət göstərirsə bizə və yaxud bizimlə heç bir işi yoxdursa, bu özü sual yeridir ki, düşmən məndə nə gördü ki, mənə yaxınlaşdı, mənə məhəbbət göstərdi, məni özünə yaxın bildi. Bugün bizi bu narahat eləməlidir. Nəinki düşmənin bizə qarşı olan sərt rəftarları. Və sonda onun xeyirxah olması barəsində də qeyd olunur. Yəni xeyirxah olması barəsində də qeyd olunur ki, bu da aşkardır, açıqdır. Əbülfəz ağa xeyirxah bir insan idi və həqiqətən də imamına nisbətdə də çox xeyirxah idi və çox imamın əmrinə tabe idi, imamın sözlərini təsdiq edirdi, vəfa etdi ona və son ləhzəyə qədər o İslamın bayrağını uca tutmağa çalışdı və kiçik qız uşaqlarına, imama su gətirməyə çalışdı ki, bu yolda da şəhadətə yetişdi. Və tarixdə hətta qeyd olunur ki, alimlər bəzi nöqtələri təfsir edirlər, deyirlər ki, İmam Hüseyn ağa onu su gətirməyə göndərmişdi. Əgər onu döyüşməyə göndərsəydi, düşmənin ordusunda heç kəs qalmazdı. O, əsas məsuliyyət olaraq su gətirməyə getmişdi və o su gətirməkdən dönərkən onu yaraladılar və onu şəhadətə yetirdilər. Allah Teala inşallah ki, bizə nəsib etsin ki, biz öz dövrümüzün imamına Həzrəti Əbülfəzl Əbbas kimi şiə olaq, xanım Zeynəb kimi şiə olaq və bu cür şəxsləri, bu cür övladları yetişdirib öz imamımıza və cəmiyyətimizə təqdim edək inşallah. Bugünlük sizi Allaha əmanət edirəm. Sağ olun, salamat qalın.